Məhsulu mağazanıza əlavə etmək üçün inventory bölməsinə, daha sonra isə produkt hissəsinə daxil olun. Sağ üst küncdə olan məhsul yarat düyməsinə klik edin. Açılan səhifədə məhsulun adını, təsvirini və kateqoriyasını daxil edin. Əgər uyğun kateqoriya yoxdursa, yenisini yarada bilərsiniz. Daha sonra məhsulun şəklini əlavə edin və qiymətini daxil edin. Əgər məhsulunuz endirimdədirsə, müqayisə qiymətini də yaza bilərsiniz. Miqdarı izləmək istəyirsinizsə, miqdar izlə funksiyasını aktiv edin. Məhsul tükəndikdə belə mağazada görünməyini istəyirsinizsə, stok tükəndikdə satmağa davam et seçimini aktiv edin. SKU və ya barkod varsa, onları da əlavə edə bilərsiniz. Məhsulun xüsusiyyətlərini daxil etmək üçün ölçü və ya rəng seçimlərini əlavə et düyməsinə klik edin. Daha sonra seçim adı daxil edin, məsələn, rəng daxil edə bilərsiniz. Daha sonra seçim dəyərlərini daxil edin, məsələn, qara, qırmızı, boz və s. Qeyd edək ki, məhsulun mağazada görünməsi üçün məhsulun produkt statusunu aktiv etməyiniz kifayətdir. Məhsulu yarat düyməsinə klik edirsiniz, məhsulunuz yaradıldı.